Başladıq. Deməli, ədədi orta nədir? Ədədi orta ədədi orta bir neçə ədədin ədədi ortası veriləndə mənası nədir? O deməkdir ki, həmin o ədədləri toplayıb sayına bölürəm. Bizə belə deyilir, bir də görsən, deyir ki, 2 dənə ədəd verilibsə, məsəl üçün A və B ədədləri verilibsə, onda A üstəgəl B-ni bölürük 2-yə. Bu onun ədədi ortasıdır. Və yaxud da ki, 3 dənə ədəd verilibsə, A, B, C ədədləri verilibsə, onda onları 3 dənəsini toplayırıq, bölürük 3-ə. Və yaxud da ki, 4 dənə, 5 dənə və s. və ilaxır artıq qanuna uyğunluğu tuturuşaq ki, neçə dənə ədəd toplamışamsa, onları toplayıb sayına bölürəm. Və yaxud da ki, ümumi şəkildə deyirik A1, A2, AN ədədləri verilibsə, yəni N dənə ədəd verilibsə, onda onları toplayacağıq, böləcük N-ə. Çünki N saydadır burada ədəd. Ona aid bir nümunə özümdən götürüm. Məsəl üçün, tutaq ki, bizə deyir ki, amma məsələlər biraz fərqli olur, onu da deyim. Yəni, bir balaca, belə deyək, mətnaltı verirlər o sualları. Bir dəfəlik demirlər ki, 3 dənə ədəd verilib, bu ədədin ədədi ortasını tap. Elə sual, yəni çox sadə bir sualdır. Ona görə uşaqlara artıq düşünmə imkanı verirlər. İndi qarşımıza çıxacaq onlardan biri. Burada görürəm modanla ən böyük fərqlə. Amma mən sadə bir sual deyəcəm. Məsəl üçün, tutaq ki, bizə deyib ki, 13, 15, bir də 17 ədədlərinin ədədi ortasını tap. Ortasını tap. Neyniyəcəm? 3 dənə ədəddir də. İlk baxışdan onu görürəm ki, 3 dənə ədəd verilib. Ona görə biz 3 dənə ədədi toplayacağıq, böləcük 3-ə. Toplayıram, neçə eləyir burada? 45 eləyir. 45-də 3-ə bölürəm, alınır elə 15. Bəzən elə də olur ki, nədir? Bir neçə ədədin ədədi ortası, yəni ədədi orta sonda aldığım cavab bu ədədlərdən birinə bərabər olur. Bəzənsə heç olmur. Məsəl üçün, başqa bir nümunə göstərim ona aid. Tutaq ki, deyir ki, 10 və 12 ədədlərinin ədədi ortasını tap. Ədədi ortasını tap. Onda neyinirik? 10 ilə 12-ni toplayırıq, bölürük 2-yə. Çünki 2 dənə ədəd verilib. Bu da eləyir 22 bölünsün 2, alınır 11. Görürsünüz, heç birinə bərabər olmadı. Yəni, elə də ola bilər, belə də. Burada bir qanuna uyğunluq yoxdur düzünə qalsa. Sonra növbəti moda var. Moda. Moda ən çox təkrarlanan ədəddir. Qeyd eləyək, ən çox təkrarlanan ədəd. Məsəl üçün, belə bir şey deyim sizə, hər hansı bir ədədə ardıcıllıq verilib. 2, 3, 8, 5, 7, nə bilim, 2, 7. Fikir verdinizsə, burada, yəni ədədləri yazanda 2 dənə 2-dən istifadə elədim, 2 dənə də 7-dən istifadə elədim. Sonra elə ola bilər ki, 2, 3, 8, 5, 7, 2 şəklində verilsin. Burada yalnız 2 təkrarlandı. Yəni, belə də qarşımıza çıxa bilər, belə də çıxa bilər. Bu, ikinci ardıcılığa baxanda fikir verirsinizsə, təkrarlanan yalnız 2-dir. Deməli, bunun modası 2 olacaq. Yəni, burada sual yaranmır. Amma birinci yazdığım ardıcıllıqda həm 7, həm də 2 dəfə təkrarlanıb. Ona görə bu 2 modalı olacaq. Yəni, elə bir şey də olur. 2 modalıdır. Modalarından biri 2, biri isə 7-dir. Burada belə bir sual var. Yəni, ələtdəki uşaqlar işləyəndə bir səhv eləmişdi. Qızlardan biri səhv eləmişdi. O tapşırığı istəyirəm ki, sizə izah eləyim. Həmin o topludandır, ha, uşaqlar 9-un toplusundan deyil, axırlarda olmalıdır hardasa. Əgər tapsam. Axırlarda yoxdur ki. Ümid eləyirəm ki. Hardadır o?
Kalkulyator nömrəsini də xatırlamıram. Tapşırığın məsələ burasındadır. Səhv eləmirəmsə, hə, ya 96 ya 97-ci sualdır. Kakraz burada diaqramla da işləyəsi olacaq. Burada sütunlu diaqram verilib. Bir də suala baxım belə. Əstirməyim bunu. Belə bir sualdır. Deyir ki, diaqramda İbrahimin bir həftənin 6 günü üzrə dərs oxumağa sərf etdiyi saatların miqdarı göstərilmişdir. Dərs oxumağa sərf olunan saatlar üçün cədvəli doldurun. Deməli, diaqram verilib. Diaqramda fikir verirsinizsə, 1-ci, 2-ci, 3-cü, 4-cü, 5-ci, 6-cı gün. Aşağıda elə bil ki, üfüqi xəttdə günlər qeyd olunub. Şaquli xəttdə isə 2, 3, 4, 5 saatlar qeyd olunub. Biz orada məlumatı oxumağı bacarmalıyıq. Bunun mənası nə deməkdir? Əslində bu o deməkdir ki, birinci gün uşaq 4 saat. Baxın, burada birinci gün uşaq 4 saat vaxt sərf eləyib, ikinci gün 2 saat, üçüncü gün 3 saat, dördüncü gün 5 saat, beşinci gün 2 saat, altıncı gün yenə 4 saat vaxt sərf eləyib. Yəni Ədəd bu ortası 10'dur. necə? Ədəd ortası 10 diyor mu? Burada əslində biz nə etməliyik? Ədədi orta tapmaqdan ötrü. Sen aşağıya bölmeli değil mi? Ben 2'ye bölmüşüm. Yox, Normal 6-ya değil. bölmək lazımdır. 6-ya. 3,1. Günümün sayı 6-da axı. Hə? Burada elə izah eləyim də bunu. Başdan ayağa qədər. Orada modanın 2 dənə və yaxud 1 dənə olduğunda deyəcəm sizə. Baxın, birinci gün uşaq 4 saat. Birinci gün 4 saat. İkinci gün uşaq 2 saat. Üçüncü gün 3 saat. Dördüncü gün 5 saat. Beşinci gün təzədən 2 saat. Altıncı gün də 4 saat. Bu elə bir ki, məlumatı mən cədvəldən köçürtdüm. İndi bizə deyirsə ki, bunun sərf elədiyi zamanın ədədi ortasını tap. Deməli, mən bunları toplayıb hamısını nə edəcəm? Böləcəm 6-ya. Çünki 6 gün bu məşğul olub da. 6 gün məşğul olubsa yazacam 4 üstə gəl 2 üstə gəl 3 üstə gəl 5 üstə gəl 2 üstə gəl 4 bölünsün 6. Burada səhv eləmirəmsə tam rəqəm alınmamalı, tam ədəd alınmamalıdır. 10, 20, hə? 20 eləyir sürət. 20-ni də 6-ya böləndə bizdə neçə alınacaq? 20-ni böləndə 6-ya. Alınacaq 3 tam 6-da 2 və yaxud 3 tam 3-də 1. Ola bilər ki, bunu 3 tam dövrdə 3 kimi də yazsınlar. Yəni cavablarda 3 tam dövrdə 3 kimi də yazsınlar. Yəni, çünki 1-i 3-ə böləndə dövrdə 3 alınır da, yəni. Deməli, bunun ədədi ortası 3 tam dövrdə 3-dür. Dalınca gəlir modasını soruşur. Modasını biz düzsük təzədən, modanı tapmaqdan ötürü. Elə bir ki, bayaq yazdığım cədvəldə 4, 2, 3, 5, 2, 4. Yəni, bunu köçürtdüm mən. İndi fikir verirsinizsə, burada 2-dən də 2 dənədir. 4-dən də 2 dənədir. Elədir? Aydın məsələdir ki, bu 2 modalı olacaq. 2 modalı olacaq və modalar 2 və 4-dür. Amma belə bir şey deyim də sizə, bunun üzərində elə nümunə göstərim. Ola bilər ki, burada belə bir şey olsun. Deyilsin ki, 4, 2, 3 məsələn də deyim burada. Biləsiniz ki, sırf məsələnin bu məsələyə adiyyatı yoxdur. Təzədən 4, 2, 4. Belə bir şey verilsə bizə, 5-in yerinə, yəni 4 yazdım da. Fikir verirsiniz, 2-dən 2 dənədir. 4-dən isə 3 dənədir. Həmin o ələtdəki qızlardan biri səhv eləmişdi bu şəkildə. Demişdi ki, bunun 2 modası var yenə. 2 və 4. Amma əslində 2 modası yoxdur bunun. Ən çox təkrarlanan ədədi götürürəm mən. Ən çox təkrarlanan ədəd də nədir? 4-də axı. Deməli, moda yalnız 4 olacaq.
Yəni birdən ağlınıza gələr ki, sadəcə olaraq çox təkrarlanan ədədi götürəsiz. Biri 2 dəfə təkrarlanıb, biri 3 dəfə təkrarlanıb, biri 4 dəfə, hamısı moda götürəsiz. Yox. Əgərləri eyni sayda təkrarlanırsa götürürəm ikisində. Məsəl üçün yuxarıdakı nümunədə göstərdiyimiz kimi 4-dən 2 dənə, 2-dən 2 dənə. Hərəsindən 2 dənə olduğuna görə məcburam hər ikisini götürürəm. Amma bu aşağıdakı nümunədə 4-dən 3 dənədir, 2-dən isə 2 dənədir. Yəni ən çox 4-dür yenə də, o səbəbdən yalnız 4-ü götürürəm moda. Bax bu tip belə deyək də, suallar yarana bilər sizdə. Burada diqqətli olun. Sonra dalınca bunun gəlir median. Həmin bu tapşırığın üzərində istəyirəm elə medianı izah eləyim. Median. Median nədir? Median ortadır da. Mediana əslində harmonik orta da deyirlər. Yox, statistik orta. Çaşdım. Harmonik orta fırladıram ağlımdakı, yadımdan çıxartmayıb, çünki o haqda heç yerdə qarşımıza heç nə çıxmır ona görə. Statistik orta deyirlər. Statistik orta. Yəni buna da bu tip şeylər. Bu əslində statistik orta buna böyük siniflərdə deyiləcək, 10-11-də deyilir. Yəni amma bəzi yerlərdə bir də görürsən ki, mötərizədə qeyd olunur ki, median və yaxud statistik orta. Ona görə diqqətli olun. Yəni yalnız median sözünü yadda saxlamırıq da, statistik ortada yadda saxlayırıq. Onda nə edirik? Əgər mənə hər hansı bir ardıcıllıq verilibsə, məsəl üçün 4, 2, 3, 5, 2, 4, mən birinci bunu ilk növbədə bunu ardıcıl düzməyi bacarmalıyam. Yəni kiçikdən böyüyə doğru. Yazacağam 2, 2, 3, 4, 4, 5. Birinci addımım bu olacaq. Yəni kiçikdən böyüyə doğru düzəcəm. Kiçikdən böyüyə doğru düzəcəm. Yəni birinci addımım odur. Sonra ikinci addım nədir? Əgərləri ədədlər cüt saydadırsa, gördüyünüz kimi 6 dənə ədəddir burada. Deməli cüt saydadır. Onda bunların ortadakıların götürüb ədəd ortasını tapıram. Yəni 3-dən 4-ü toplayıb bölürəm 2-yə. O da olur 3,5. Bunun medianı 3,5-dir. İşdi birdən. Məsəl üçün başqa bir nümunə göstərim. Məsələn 2, 2, 3, 4, 4, 5, qoy olsun 6. Özümdən əlavə elədim. Bu tək saydadır. Görürsünüz 7 dənə ədəd oldu da. Əgər 7 dənə ədədsə, yəni tək saydadırsa, onda bunun düz ortadakını götürürük, median deyirik. Görürsünüz, 3 dənəsini buradan ayırdım, 3 dənəsini buradan, düz ortadakını median götürdüm. Yəni ortasıdır da median. Ağzımızda deyirik statistik orta. Deməli orta olmalıdır da. Belə. Bu medianımız və qaldı nə? Ən böyük fərq. Ən böyük fərqi deyəcək ki, 5-ci sinifdə keçirilir. Nəyə lazımdır uşağa? Amma görürsünüz, qarşımıza çıxır. Həmin bu misalda, bu nümunədə göstərmək istəyirəm. Bizə 4, 2, 3, 5, 2, 4 ədədləri verilib. Burada ən böyük ədəd, ən kiçik ədəd 2-dir. Ən kiçiyi 2-dir. Ən kiçikini seçirik. Ən böyüyü isə 5-dir. Ən böyüyün və ən kiçikin seçdik. Onları çıxırıq və bizə nə verir? Ən böyük fərqi verir. Bu ən böyük fərqi adlanır. Yaxşı? Yəni, hər hansı bir ardıcıllıq verilir, fərqi yoxdur. Orada böyükdən balacanı çıxırıq, bizdə ən böyük fərq əmələ gəlir. Bu bizim əslində statistikamızdır. Amma diaqramda da hardasa oxumağı bir nümunə göstərəcəm. Bu məsələ həll eləməyəcəm. Amma baxın burada. Məsələni yaxınlaşdırın. Fokus göstərmir. Buna bolandıq göstərir. Biraz açıldı elə bil. Baxın. Bu diaqramdır da. Bizə nə lazımdır? Məsəl üçün, tutaq ki, mən bu cədvəldən oxumalıyam ki, birinci komanda, ikinci komanda, burada komanda sözü yazılıb, ona görə avtomatik deyil, komanda götürəm, amma məsələ oxumamışam, mən də sizin kimi. Bu birinci komanda, bu ikinci komanda, bu üçüncü komandadır. Bu milli dama
olan oğlanlardır, amma boz olan qızlardır. Deməli, birinci komandada bir oğlan var, 5 dənə qız var. Baxın, 5-ə qədər uzanıb boz rəng, 1-ə qədər uzanıb milli-milli. Deməli, bir dənə oğlan, 5 dənə qız. İkinci komandada 2 oğlan var, 1 qız var. Üçüncü komandada isə 6 dənə oğlan var, 6-ya qədər uzanıb mil-mil ona görə və neçə dənə qızdır? 5 dənə də qız var. Yəni bu şəkildə oxunur, başqa bir şey deyil. Yəni sayları üfüqü oxda baxdıq, mənasını isə, yəni komandanın sayımı və yaxud günlərin sayımı, günlərimi, onları üfüqi şeydə yazdıq, üfüqi oxdan baxdıq. Yəni bu şəkildə oxunur diaqramlar. Sonra bu bizim statistikamızdır. Keçirik ehtimala. Ehtimal sözsüz ki, özünüz bilirsiniz, daha mürəkkəbdir və ümumiyyətlə orada bəzi elə şeylər var ki, ehtimaldır da. Yəni ehtimal nə deməkdir? Ehtimalın mənası əslində statistikada bir növ o şəkildədir. Həmişə düz çıxmır axı. Yəni bu şeylər ümumiyyətlə bu son bu bölmə yəni nəyə əsaslanıb? Ehtimal özü, yəni mən elə düşünürəm ki, belə ola bilər, amma ola bilər ki, olmasın da. Məsələ burasındadır. Ehtimal eləyirəm də və yaxud da ki, proqnoz verirəm və yaxud da ki, statistikaya əsaslanıb deyirəm, amma ki, ola bilər ki, heç düz gəlməsin. Və o səbəbdən bu dərslərdə yəni bu dərsin sırf özünü belə deyək də, tam olaraq anlamaq yox, məntiqi əsaslanmaq lazımdır. Deməli belə, ehtimalda birinci növbədə nəyi bilməliyik? İlk biləcəyimiz şey odur ki, ehtimalda zər, qəpik, bax bu çox önəmlidir. Bir də ki, vurma prinsipi var ehtimalda. Bunları bir-bir izah eləyək. Sonra iki hadisənin eyni zamanda baş verməsi və yaxud da ki, sizə yəni permutasiya, kombinzon kimi şeylər izah eləməyəcəm. Çünki o 9-un sonundadır deyənə, o tip şeylər heç məsələlərə düşmür. Yəni 9-cu sinif imtahanına düşmür də. Yəni o səbəbdən istəyirəm ki, boş-boş şeylərdən başınızı doldurmayım. Deməli, birinci nəyi bilməliyik burada? Birinci bilməliyik ki, bir zərin, zər bilirsiniz də, nərd zəridir də, bir zərin 6 üzü var. Onu bilirik. Elədir, hər üzündə bir ədəd verilib də, yəni 1, 2, 3, 4, 5, 6. Əgərləri bir zər atılırsa, 6 hal mövcuddur. 6 hal. 2 zər atılırsa, artıq 6 üstü 2 hal mövcuddur. O da 36 eləyir də, 6 üstü 2. Və yaxud 3 zər atılırsa, 6 üstü 3 hal mövcuddur. O da 216 eləyir. Əslində heç 216-yı gedib çıxmayacaq, o da deyim. Yəqin ki. Sonra ikinci nəyi bilməlisiniz? Bilməlisiniz ki, bir qəpik atılanda, bir qəpiyin 2 üzü var. Bir deyirlər xəritə, bir də rəqəm. Bir qəpik atılanda 2 hal olur. Yəni 2 tərəfi var da bunun cəmi kimi. 2 qəpik atılanda artıq 2-nin üstü 2 hal var. Yəni artıq orada 4 dənə hal mövcuddur. Bir də ki, 3 qəpik atılanda 2 üstü 3 hal mövcuddur. O da 8 verir. İndi deyəcəksiniz ki, bu 2, nə bilim, 3, 8 hardan, 2, 4, 8 hardan əmələ gəlir? Onun izahını verim. Məsəl üçün belə bir şey deyim. Zərdən başlayacağım sözsüz. Bir zər atılır, 6 hal mövcuddursa, 6 hal varsa, deməli bunun 1 üzü düşə bilər, 2 üzü düşə bilər, 3 üzü düşə bilər. Ya da yazım da 1, 2, 3, 4, 5, 6. 6 dənə üz düşə bilər də. Bu hallardan biri də, bu hallardan biri düşə bilir yəni. 2 zər atılanda artıq dedik ki, 36 hal mümkündür. Yəni 2 zəri birdən atıram. Birində 1 düşəcək, birində 3 düşəcək, birində
6 düşəcək, birində 5 düşəcək. Bax, o hallara görə o halların hamısını yazsıq. Deyirik ki, 36 hal mövcuddur. Belə deyirik də, 1 ilə 1 düşə bilər. 1 ilə 2, 1 ilə 3, 1 ilə 4, 1 ilə 5, 1 ilə 6. Bu 1 ilə düşən hallardır hələ. 2, 1, 2, 2, 2, 3, 2, 4, 2, 5, 2, 6. Sonra 3, 1, 3, 2, 3, 3, 3, 3, 4, 3, 5, 3, 6. 4, 1, 4, 2, 4, 3, 4, 4, 4, 5, 4, 6. Sonra 5, 1, 5, 2, elə bilirdim qutarı 5, 3, 5, 4, 5, 5, 5, 6. Bir də qaldı 6, 1, 6, 2, 6, 3, 6, 4, 6, 5, 6, 6. Burada 36 dənə hal mümkündür. Bu 36 hal. O səbəbdən yəni 36 hal deyirik. Daha 216-nı yazmayacağam uje. Bu bəlkə məsələlərin həllində bizə lazım oldu. Bir də görsən ki, məsələlərin həlli üçün təzədən yazmış oluruq. Sonra qəpikdə məsəl üçün 1 qəpik olanda dedik ki, 2 hal mümkündür də. Onda məsəl üçün 1 qəpik atıram, ya xəritə düşər, ya da rəqəm düşər də. İkisindən biri düşəcək də. Ona görə 2 hal götürülür. Amma 2 qəpik atılanda 4 hal dedik axı. Deməli, birinci vəziyyətdə hər ikisi xəritə düşə bilər. Xəritə və xəritə, xəritə və rəqəm, rəqəm və xəritə, rəqəm və rəqəm. 4 dənə hal əmələ gəldi. Və o səbəbdən halların sayı bu şəkildə çox olur. Heç 8 dənəni izah eləməyə ehtiyac yoxdur. Çünki mənə elə gəlir ki, ona qədər gedib çıxmayacaq. Belə. Bu bizim belə deyək hallarımızdır. İndi nədən danışaq? Orada bəzi belə şeylər olur ki, uyuşan hadisələr, uyuşmayan hadisələr. Əslində onunla bağlı heç bir sual yoxdur. Bizə lazım olan nədir? Ehtimal necə tapılır? Yəni ümumiyyətlə hər hansı bir tapşırıqda hansısa hadisənin baş verməsi ehtimalı soruşursa, onu necə tapırıq? Birincisi adətən ehtimalı P hərfi ilə də işarə eləyirlər. Hər hansı bir, məsəl üçün A hadisənin baş verməsi ehtimalı PA kimi işarə olunur. A hadisəsinin baş verməsi ehtimalı. Bu şəkildə işarə olunur. Məsəl üçün, belə bir şey deyim də sizə. Amma ümumiyyətlə ehtimalı tapmaq üçün nə edirlər? Məxrəcdə bütün mümkün variantlar, mümkün hallar, sürətdə isə əlverişli hallar. Əlverişli hal deyəndə bizdən soruşulan hallardır da. Əlverişli hallar yazılır. Bax, ehtimal budur. Yəni, ehtimalı bu şəkildə tapırlar. Tutaq ki, məsəl üçün, belə bir şey deyim. Özümdən bir sadə bir nümunə göstərim. Tutaq ki, deyir ki, 2 zər atılanda, 2 zər atıldıqda, tutaq ki, xallar cəminin 7 olması hadisəsinin ehtimalını tap. Deməli, 2 zər atılır. 2 zər atılırsa, avtomatik məxrəci 36 götürürəm. Çünki mümkün hallar, yəni bütün variantlar burada 36-dır. 36-dan nə çox ola bilməz, nə də az ola bilməz. İndi hallar cəminin 7 olması ehtimalı bizə o bayaqki cədvəl yazdım, ha? Orada lazım olacaq. Hallar cəminin 7 olması harda baş verir? Bu deyil 1. Hallar cəmi 7-dir. 5 üstə gəl 2. Bu deyil 4 üstə gəl 3.
3 üstəgəl 4. Sonra 2 üstəgəl 5. 1 üstəgəl 6. 6 üstəgəl 1. Deməli, neçə dənə hal oldu? 6 dənə hal oldu da. 6 hal oldusa, mən onda sürətdə məndən soruşulan 6 haldır da. Çünki əlverişli halı soruşur. Əlverişli halı yazıram sürətdə. Əlverişli halım da nədir? Mənə lazım olan hallar. Məndən də soruşulan hallar hansılardır? Hallar cəminin 7 olması. Hallar cəmi nə zaman 7 olur? 3, 4 ilə 4, 3 toplana, 3 ilə 4, 4 ilə 3 toplananda, 2 ilə 5, 5 ilə 2 toplananda, 6 ilə 1, 1 ilə 6 toplananda. Başqa 7, cəmi 7 olan yəni varmı? Yox. Yəni sırf zərdən gedir ha söhbət. Sonra da bunu ixtisar aparacağıq. 36-da 6 alınır da bizdə ehtimal. Bunu ixtisar aparıb yazırıq 6-da 1. Deməli, 2 zər atılanda hallar cəminin 7 olması hadisəsinin ehtimalı 6-da 1-dir. Belə. Yəni ehtimalı bu şəkildə tapırıq. Əsas da ki, bizə elə ehtimalı tapmaq lazım olacaq. Görüm başqa tip. Bu indi özümdən qurduğum tapşırıqdır. Bu deyərdim ki, 7-ci sinif məsələsidir daha çox. Yəni çox düşündürücü deyil, özünüz görürsüz. Elə birinci tapşırığa baxacağam. Nə deyir burada? Qutuda eyni ölçülü 5 ağ və 3 qara kürəcik var. Təsadüfən çıxarılan bir kürəciyin ağ olması hadisəsinin ehtimalını tapın. Birinci tapşırıq deyil ehtimal dərsindən. Deməli, 5 ağdı kürəciklər, 3 dənə də qaradır. Cəmi neçədən kürəcik var? 8 dənə kürəcik var da. Qutuda 8 dənə kürəcik var verilib deməli. Biz elə çıxır ki, məxrəci mütləq 8 yazmalıyıq. Çünki cəmi dənə, yəni mümkün hallarım 8-dir də. Bəs sürətdə nə yazacaq? Məndən ağ kürəciyi istəyir deyənə, sürətdə ağ kürəciklərin sayını yazacağam. Olacaq 8-də 5. Yəni bu qədər asandır əslində. Var bu tip tapşırıqlar, çox asan tapşırıqlar var. Sonra baxaq bir dənə. Burada belə qəşəng bir sual var. 9-cu sual. Bir neçə dənə sual işləyəcəm. Sonra vurma, toplama, ehtimalların vurması, toplaması var. Bir də biraz ondan da danışacağım. Çox lazımlı bir şeydir. 9-cu tapşırıq deyir ki, ilk 12 natural ədəddən. İlk 12 natural ədəd hansıdır? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12-dir də. 12 dənə ilk natural ədəddir. Deyir ki, təsadüfi seçilmiş birinin mürəkkəb ədədi olması hadisəsinin ehtimalını tapın. Neyniyəcəm burada? Ehtimalı soruşur məndən. Deməli, mümkün variantları müəyyən eləyirəm. Birinci, mümkün variantım elə 12-dir. Çünki 12 ədəddən gedir söhbət. İlk 12 ədəddən gedir söhbət. Ona görə məxrəcimdə 12 yazacağam. Bizə də deyir ki, təsadüfi seçilmiş birinin mürəkkəb ədəd olması. Deməli, sürətdə nə yazacağam? Mürəkkəb ədədlərin sayın. Mürəkkəb ədədlərim hansılardır? 4, 6, 8, 9, 10, 12. Neçə dənə oldu? 6 dənə. Deməli, 12-də 6 yazacağım. Onu da ixtisar aparacağım. Sözsüz ki, 2-də 1 və yaxud 0,5 baxır mənim cavabıma da. Belə. Mənə elə gəlir ki, problemli şeylər deyil. Başa düşüləndir uşaqlar. Bəli, müəllim. Əla. Bəli, müəllim. Əla, lap yaxşı, əla. Sonra burada bərabərsizliklə verilən tapşırıq var. Bir dənə ona baxmaq istəyirəm. Yox. Ona qədər. Bax, burada bir neçə dənə şey var. Bu məsələ ətrafında çox danışmaq istəyirəm. 10 nömrəli məsələdir. Əslində bu tip sual vermir, amma mən danışacağım. Deyir, mağazada olan 4 növ köynək. 4 köynək. 3 növ ayaqqabı. 3 ayaqqabı. 3 növ ayaqqabıdan bir köynəyi və ya bir ayaqqabını neçə üsulla seçmək olar? Burada əslində çox düşünmək olar.
Bu sual ətrafında bir sözlə danışacağam. Bir də görsən ki, eee, belə suallar verirlər bu tip şeydə. Hətta deyəcəm, yaduza da düşəcək 5-ci, 6-cı sinifdə. 6-cı sinifdə mən bilən bu tip məsələlərdən istifadə olunur. Deyir ki, filankəsin 4 ayaqqabısı var, nə bilim 3 köynəyi var və yaxud da ki, tərsinə fərqi yoxdur. Bunları neçə müxtəlif üsulla geyinə bilər? 4 köynəyi və 3 ayaqqabını insan neçə müxtəlif üsulla geyinə bilər? Bunu 6-cı sinif uşağına şaxələnmə diaqramı ilə, zadı ilə ifadə izah eləyirlər, göstərirlər. Və yaxud da ki, belə yazırlar da, tutaq ki, məsəl üçün. Köynəklərin rəngi, məsəl üçün, olsun ağ, qırmızı, qara, bir də göy. Tutaq ki, 4 dənə köynəyi oldu. Ağ, qırmızı, qara, göy. Ayaqqabı da oldu boz, qara, göy. Bunu neçə variantlarla geyinə bilər? Əslində bunun xırdalığı asıq. Onda bu uşaq ağ, yəni insan da və yaxud da ki, uşaq fərqi yoxdur. Bu filankəs ağ köynəyi həm boz ayaqqabı ilə geyinə bilər, həm qara ayaqqabı ilə geyinə bilər, həm də göy ayaqqabı ilə geyinə bilər. Eləsicə də qırmızı köynəyi də həm boz ayaqqabı ilə, həm qara ayaqqabı ilə, həm də ki, göy ayaqqabı ilə geyinə bilər. Digər köynəklərə də aiddir də bu. Digər köynəyim qaradır, onu da boz ayaqqabı ilə geyinə bilər, qara ayaqqabı ilə geyinə bilər, göy ayaqqabı ilə geyinə bilər. Və göy köynəyi də həmçinin həm boz ayaqqabı ilə, həm qara ayaqqabı ilə, həm də ki, göy ayaqqabı ilə geyinə bilir. Nəticədə bizdən neçə dənə kombin alındı, belə deyək. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. 12 cür geyinə bilir də bunlar. 12 sayda geyinə bilir. Deməli, hardasa mən burada vurma prinsipindən istifadə eləyə bilərəm də. Əgərləri daha qısa alındıra bilirəmsə, 4 köynəyi vuraram 3 ayaqqabıya, məndə 12 kombin alınar da. 12 cür geyinə bilər də. Elədir? Yəni o şəkildə. Amma sual deyəsən fərqlidir, hə? Yəni mən bunu sadəcə o qarşıma çıxdı deyənə bunu deməliyəm. Bir də görsən ki, vurmadan istifadə olunur. Buna deyirlər, şaxələnmə demirlər, buna başqa bir ad deyirlər əslində. Mən həmişə o adı unuduram. Amma şaxələnmə sözü var orada. Nəsə başqa bir şey var və böyründə şaxələnmə var. Yəni bu şəkildə ifadə eləyirlər. Bir də görsən ki, bir neçə rəqəmli ədədi də düzəltməkdən ötürü bundan istifadə eləyirlər. Və yaxud da ki, elə vurma prinsipindən də istifadə eləyə bilərik. Yəni, bu uzun yoludur. Buradan da 12 alındı. Bu qısa yoldur. Buradan da 12 alındı da. Eyni cavab alınır, yəni. Amma sualın başqadır. Deyir ki, 4 növ köynək və 3 növ ayaqqabını, bir köynəyi və bir ayaqqabını neçə üsulla seçmək olar? Hə, elə həmin şey deyir. 12 üsulla seçmək olur da. Y variantı. Hə, elə həmin şey deyir. Yaxşı ki, elə bu şəkildə izahını verdim. Sonra, burada bərabərsizlik görürəm bir dənə. Bərabərsizlik verilib, görək nə istəyir də oradan. Məsəl üçün, 17 nömrəli tapşırıqdır. İstəyirəm ki, onu izah eləyim. Deməli, 5,3 kiçikdir x, o da kiçikdir 17,87 kimi. Deməli, bu şəkildə 2 qat bərabərsizliyi verilib. Deyir, x ədədi 5,3 ilə 17,87 arasında yerləşib. İndi deyir ki, bərabərsizliyin tam həllər çoxluğunda təsadüfən götürülmüş bir ədədin mürəkkəb ədəd olması hadisəsinin ehtimalını tapın. Birincisi, diqqət eləyin, tam ədəddən gedir söhbət. Deməli, mən kəsrləri heç vecimə almalı deyiləm də. Bu arada yerləşən tam ədədləri seçməliyəm. Və bu arada yerləşən tam ədədlərimiz hansılardır? 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17-ni də götürürəm. Çünki 17,87-yə qədər 17 daxildir. Amma 5,3-dən o yana 5 daxil deyil. 6-dan götürürəm yəni. Deməli, bu mən
ədədlərimdir. Ümumilikdə ədədlərimin sayıdır. Deməli, mən ehtimal axtarıramsa, birinci nə edəcəm? Məxrəci müəyyən eləyəcəm. Yəni, mümkün variantların sayını. Mümkün variantların sayı bu tam ədədlərin sayı olacaq elə. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. Deməli, məxrəcim olacaq 12. Bəs sürətimiz nə olacaq? Sürətimizi deyir ki, götürülmüş bir ədədin mürəkkəb ədəd olması. Deməli, buradan mürəkkəb ədədləri seçəcəm də. 1, 2, deməli 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 dənə mürəkkəb ədədim var. Elədir. Deməli, sürətim nə olacaq? 8 olacaq. Bunu da ixtisar aparıram 4-ə. Burada 2 qalır, burada 3. Cavabım alınır 3-də 2. Bu da A variantı verir bizə. Bu əslində eyni şeylərdir. Sadəcə o burada bərabərsizlik şəklində verilib deyənə. İstədim ki, ona da aydınlıq gətirim. Sonra dalınca nə gəlir? Burada bir neçə dənə belə məsəl üçün bir ehtimal məsələsi var idi. Mən çox belə elədi lap. Yəni çaşdırdı. Yeri gəlsə çox asan bir şey idi, amma yəni onun izahını verəcəm sizə. 31 nömrəli tapşırıqdır. Deyir ki, A hadisəsinin baş verməsi ehtimalı, deməli hər hansı bir A hadisəsi baş verir. Onun baş verməsi ehtimalı 2m çıx 1-dir. Amma baş verməməsi ehtimalı 4,4 m çıx 2-dir. Deyir, buradan m-i tapın. Oturdum, fikirləşdim ki, mən bunu bu şəkildə ifadə edeyim, bu şəkildə ifadə edeyim. Uşaqlar sual vermişdi. Sonra birdən-birə ağlıma nə gəldi? Ağlıma gəldi ki, hər bir hadisənin baş verməsi ehtimalı üstəgəl baş verməməsi ehtimalı bizə 1 verir. Yəni, A hadisəsinin baş verməsi ilə baş verməməsini toplayanda 1-ə bərabər eləyəcək. Ona görə 2m çıx 1 üstəgəl 4,4 m çıx 2-ni 1-ə bərabər eləyəcək və tapşırıq m-imizi buradan tapacaq. Bu olacaq 2m ilə 4,4 m toplanır, olur 6,4 m. Mənfi 1 və mənfi 2 toplanır, mənfi 3 eləyir, o da 1-ə bərabərdir. Mənfi 3-ü bu tərəfə keçirdəndə müsbət 3 eləyir, alınır 6,4 m bərabərdir 4. M də bərabər olacaq bizdə 4 böl 6,4. Bunu bir balaca sadələşdirək, 10-a vıraq, bu olacaq 40, bu 64. 4-ə ixtisar aparsaq, ya 8-ə. Burada 8 qalar, burada 5 alınacaq bizdə 8-də 5. B variantı. Yəni, bunu yaddan çıxartmayın ki, hər bir hadisənin baş verməsi və baş verməməsi ehtimalları cəmi bizə həmişə nə verəcək? 1 verəcək. Bunu yaddan çıxartmayaq. Sonra, belə deyək, bəzi hadisələr olur ki, eyni zamanda baş verir. Bəzi hadisələr olur ki, ya biri baş verəcək, ya digəri baş verəcək. Onlardan danışmaq istəyirəm. Çünki orada yəni bəzi xırdalıqlar var. Onu anlatmaq lazımdır sizə. Məsəl üçün 92 nömrəli tapşırıqda onu mənə elə gəlir ki, daha açıq-aydın izah eləyəcəm. Cədvəl verilib. Cədvəldə deyir ki, cədvəldə rəqs dərnəyində məşğul olan şagirdlərin müxtəlif yaş qrupları üzrə sayı verilmişdir. Bütün şagirdlər arasında təsadüfi seçilmiş bir şagirdin 11-12 yaş qrupuna aid oğlan və ya 9-10 yaş qrupuna aid qız olması hadisəsinin ehtimalını tapın. Belə bir şey deyim də, burada sual yaranır da insanın beynində ki, mən bunu neyniyəcəm, ümumiyyətlə, nətər eləyəcəm? Yadınızda saxlayın ki, birinci növbədə ümumilikdə ehtimalı tapmaq üçün burada bütün uşaqların sayı cəmlənəcək. 11-12 yaş qrupuna aid oğlan seçmək üçün yenə də deyirəm, birinci bütün uşaqları cəmləyəcəm. Olacaq 9, üstəgəl 11, üstəgəl 8, üstəgəl 3, üstəgəl 7, üstəgəl 2.
Bu bütün uşaqların cəmidir. Nə yaşına baxmamışıq, nə qızlığına, nə oğlanlığına baxmamışıq. Yəni bütün uşaqları cəmləmişik. Bu 20 verir, bu 10 verir, bu da 10 verir. 40 dənə uşaq var burada cəmi. Cədvəldə 40 uşaqdan istifadə olunur. Deməli, birinci hadisəmiz nədir? 11-12 yaş qrupuna aid olan oğlan seçmək. Olacaq 40-da, məxrəcim 40-dır. Sürətim nə olacaq? 11-12 yaş aralığında olan oğlan 7 nəfərdir. Deməli, sürətdə 7 nəfər olacaq. İkinci hadisəm isə 9-10 yaş qrupuna aid qızdır. Yenə məxrəcim 40 olacaq. Yəni, burada başqa cür ola bilməz. Çünki ümumi uşaqların sayı 40-dır. 40 nəfərdən seçilir də bunlar. Qızların da sayı 9-10 yaşında qızlar olacaq 9 nəfər. İndi belə bir şey deyim. Mən bunları neyniyim? Tutaq ki, mən cədvəli oxudum. Cədvəldən bunu götürdüm. Bəs mən bunların ikisi ilə neyniyəcəm? Yadınızda saxlayın. Bu iki dənə hadisə var. Bir 10-11 yaşın, 11-12 yaşında oğlan seçimi, biri də var 9-10 yaşında qız seçimi. Özü bunlar və ya ilə verilib. Deyir ki, ya oğlan seçilsin, ya da qız seçilsin. İkisindən biri seçiləcək. Eyni zamanda baş verməyəcək ya bu. Bax, ona görə bu iki hadisəni toplayırlar. Yəni, və ya ilə veriləndə iki hadisənin ya biri baş verə, ya o birisi baş verə, eyni zamanda bunlar baş verməyəcək də. Ya oğlan seçiləcək, ya qız seçiləcək, ikisindən biri seçiləcək. O zaman bu ehtimalları toplayırlar. Toplayanda da alınacaq 40-da 16, ixtisar gedəcək 8-ə və yaxud elə 4-ə getsin. Burada 10-da 4, o da eləyir 0,4. Deməli, ehtimal 0,4 olur. Bax, ehtimalların toplanması budur. Ehtimalların toplanması. Nə zaman toplanır? İki hadisədən biri baş verəndə. Bax, bunu yadda saxlayırıq. Və ya ilə veriləndə. Qeyd edeyim ki, və ya ilə veriləndə. İndi məsələ tapmaq istəyirəm ki, eyni zamanda baş versin bu şeylər. Görək elə bir şey qarşıma çıxacaqmı? Bir də nə var idi? Ədəd məsələsi var idi. Hardadır o ayalıyım? Axtarım tapım. Hardaydı ədəd? Birinci rəqəmi deyir falan olmalıdır. Üçüncü rəqəmi özdə. Maraqlıdır. Hamısı belə baxanda, hamısını vərəqləmişəm, baxmışam. O birisi uşaqlarının. Ona görə amma bir dəfə baxmışam deyənə. Hardadır o? Ümid eləyirəm ki, taparam. Həm də tələsirəm deyənə deyirəm ki, daha çox tapşırığı izah eləyim. Ona görə biraz... Hə, bu deyə tapdım. 86. Bayaqdan keçirəm o məsələnin yanından. 86 nömrəli tapşırıqda deyir ki, A çoxluğu verilib. A çoxluğunun elementləri 1, 2, 3, 4, 5, 6, 7, 8-dir. 8 dənə elementdən ibarət bir dənə A çoxluğu verilir. Deyir, bu çoxluğun elementlərindən istifadə edərək rəqəmləri müxtəlif olan və 6 rəqəmi ilə başlayan neçə 3 rəqəmli ədəd yazmaq olar. Burada vurmadan istifadə edəcək, vurma prinsipindən istifadə edəcək, amma diqqətli olmaq lazımdır. Niyə görə? Birincisi 3 rəqəm seçirik də biz. 3 rəqəm. 1, 2, 3. Çünki deyir ki, 3 rəqəmli ədəd lazımdır. İkincisi deyir ki, müxtəlif rəqəmli. Üçüncüsü də deyir ki, 6 rəqəmi ilə başlamalıdır. Bu, yəni bu 6 rəqəmi ilə başlamalıdır. Digərlərində deyir 6 ilə təkrarlamamalıdır, müxtəlif rəqəm olmalıdır. Onda mən nə edəcəm? Elə çıxır ki, əgər 6 rəqəmi ilə başlayırsa, mən bunlardan yalnız bir rəqəmi seçə bilirəm də, 6-nı seçirəm. Yəni sayıdır bu, sayı. 1 onun sayıdır. 6 rəqəmini seçdim. Keçirəm ikinci rəqəmə.
Onluqlar mərtəbəsinə də. Onluqlar mərtəbəsinə mən artıq 6 istifadə eləyə bilməyəcəm. Niyə görə? Çünki 6 birincidə yüzlüklər mərtəbəsində istifadə olunub da. Ona görə mən neçə ədəd rəqəm seçə bilirəm? 1, 2, 3, 4, 5, 6, 7. 7 dənə. 7 dənə. Yəni saydı. Bax, yenə təkrarlanıram ki, saydı. 7 rəqəm seçə bilirəm. Üçüncü bu təkliklər mərtəbəsində mən nə 6-nı seçə bilmirəm, nə də burada seçdiyimi seçə bilmirəm. Deməli, mən artıq ikisini çıxardıram buradan. İkisini çıxardıramsa, 8 rəqəmdən ikisini çıxardıramsa, 6-sı qalır da. Bunları vururuq bir-birinə, alınır 42. Deməli, 42 dənə ədəd əmələ gətirirəm. Yəni, baxın, burada vurma prinsipində rəqəmlərdə təkrarlanmaq məsələsi var deyənə, yəni ədədlərdə təkrarlamaq. Əgərləri təkrarlama söhbəti olmasaydı, orada heç bir problem olmayacaq idi. Amma özləri bilərəkdən problem yaradır da, sözsüz ki. Bax, orada diqqətli olmaq lazımdır. Birinci ədədimi seçirəm, birinci rəqəmimi seçirəm, onu buradan artıq çıxardıram. Onu artıq istifadəyə verə bilmirəm mən. Yəni, 6-nı çıxartdım, qaldı 7 dənə. 7 dənədən sonra biri də istifadə olunur deyənə, yəni təkrarlanma baş verməsin deyə, artıq onu 3-cü rəqəmdə istifadə eləyə bilməyəcəm. Ona görə yerdə məndə 6 dənə rəqəm qalır. Bax, orada diqqətli olasınız gərək. Sonra vurma prinsipi bir də olmalı idi. Bir də istəyirəm ki, diqqətli olaq. Baxın bir dənə. Ümid eləyirəm ki, hallar sizə mümkün olur. Növbətçi, bu deyil burada. 56. 56-da nə deyir? Sinifdə deyir 20 qız var və 12 oğlan var. Növbətçi seçmək üçün hər bir şagirdin adı və soyadı ayrı-ayrı kartlara yazılır. Püşkatma nəticəsində ilk növbətçinin oğlan, ikinci növbətçinin qız olması hadisəsinin ehtimalını tapın. Yəni, cəmi bunlarda 32 dənə uşaq olmaqdan 32 dənədir, o heç. Amma 20 qız və 10 oğlan, 12 oğlandır və mütləq həm birincidən oğlan seçilməlidir, ikincidə qız. Yəni, 2 cür olmalıdır. Bu, qarışıq şəkildə deyil də, yəni. Ona görə nə edirik? Deməli, birinci variantda əgərlərim mən 32 nəfərdən oğlan seçirəmsə, mən yazacağam, mümkün variant məndə 32 nəfərdir. 32 nəfərdən mən 12 nəfəri oğlanını, yəni 32-dən 12-si oğlandır da. Mənim şərtimi ödəyən budur. Amma, bu eyni zamanda baş verən hadisədir. Yəni, həm oğlan seçilməlidir, həm də qız seçilməlidir. Ona görə burada hadisələrin vurulması olacaq. Birinci variantı seçdim, birinci halı seçdim. Mən 32 nəfərdən 12-si oğlandır. İkinci hal amma qızdır. Yəni, ikinci adam seçməliyəm də hələ mən. Qız olmalıdır. İndi belə bir şey deyim. Mən 32 nəfərdən bir dənə oğlan seçdim. Yerdə məndə neçə nəfər qalır? 31 nəfər qalır axı. Ona görə növbəti addımımda artıq mümkün hallar 31 nəfər olacaq. Artıq məxrəcdə 32 nəfər olmayacaq, 31 nəfər olacaq. 31 nəfərdən də mən qız seçməliyəm. Onların da 20-si qızdır da, ona görə sürətində 20 yazacağım. Bax, bu adlanır eyni zamanda baş verən. Bu və yazılır da. Bu ehtimalların vurulmasıdır. Ehtimalların vurulması. Fərq nədən ibarətdir? Bax, yenə təkrarlanıram. Burada eyni zamanda baş verir hadisələr. Eyni zamanda. Hər iki hadisə baş verir. Yəni, həm qız seçilməlidir, həm də oğlan. Ona görə vururuq. Amma vuranda da diqqətli olmalıyıq da. Yəni, mümkün hallarda burada 32 nəfərdən 12 nəfər seçilir, sonra 32 nəfərdən 1 nəfər seçiləndən sonra yerdə 31 nəfər qalır. Orada diqqətli olmalıyıq. İndi bunu hesablayaq, qalıb bir dənə cavabımızda. Bunları ixtisar aparıram 4-ə, burada 8 qalır, burada 3,
Bunlarda 4-ü aparıram. Burada 2 qalır, burada 5. Bizdə neçə qalacaq? 62-də 15. Hani bunun cavabları A variantıdır. Hə, bax yenə təkrarlanıram. Vurma nə zaman istifadə olunur? Hər iki hadisə baş verirsə. Hər iki hadisə baş versə. Amma toplanma nə zaman baş verir? Ya birinci hadisə olacaq, ya birinci hadisə, ya da ikinci hadisə, ay, hadisə baş verir. İkisindən biri baş verirsə, orada toplanma, hər ikisi baş verirsə, vurmadan istifadə olunur. Bax, burada bunu gələcəyinə inşallah permutasiyanın kombinezonla əvəz eləyəcəksiniz qəşəngcə. Onları anlasınız. Sonra baxım hələ, mən əslində sizə vacib lazım olan şeylərin hamısını demişəm. Amma ki, yenə də baxacam. Görüm, burada nədir, şeyə aid tapşırıqlar var, modanla, zadla biraz mürəkkəb tapşırıqlar var. İstəyirəm onlardan bir-ikisini izah eləyim. Qarşımıza nə çıxırsa, baxaq. Hə, sonra üçbucaqlar var, qəşəng məsələlərdir onlar. Onlara baxacaq. 45 nömrəli tapşırığa baxırıq. Nə verilib? Verilib 13, A, 15, 17, 20, bir də B. Bu şəkildə ardıcıllıq verilib. Deyir ki, natural ədədlərdən ibarət və artan sırada yazılmış ədədlərin, bu deməli natural ədədlərdir birincisi. İndi A ilə B sizdə sual yarana bilər, amma özü deyir də, deyir ki, natural ədədlərdir. Və deyir ki, bunlar artan sırada yazılıb. Yəni 100% ki, burada A ya 13 olar, ya 15 olar, ya 14 olar. B də ki, 20-dən böyük olacaq da. Onu demək istəyir hardasa. Deyir ki, bu artan sırada yazılmış ədədlərin modası 13-dür. Moda 13-dür. Yəni, ən çox təkrarlanan ədəd 13-dür. Və ən böyük fərq 32-dir. Ən böyük fərq 32-dir. Olarsa A üstə gəl B-ni tapın. A üstə gəl B cəmini soruşur. Deməli, moda 13-dürsə, mən dərhal ağlımda dınq elədi ki, A burada 13-dür. 100%. Yəni, çünki A-nın moda, 13-ün moda olmasından ötürü 13 heç olmasa 2 dəfə təkrarlanmalıdır da. B 13 ola bilməz, çünki B 20-dən böyük ədəd olmalıdır. Bizə deyir, artan sırada düzülür, bax, ona görə. O səbəbdən A-nın 13 olmağı mütləq olacaq. Yəni, başqa cür ola bilməz. Deməli, bizə onda 13, 13, 15, 17, 20, bir də B ardıcıllığı verilib. İndi ən böyük fərq deyir ki, 32-dir. Deməli, elə çıxır ki, burada ən böyük ədəd B idi, ən kiçiki 13-dür. Bunun fərqi 32-dirsə, yaza bilərik də B çıxılsın 13 bərabərdir 32. B də bizə verəcək neçə? 45. Deməli, B-miz 45-dir. Artıq B-ni də tapdıq. Bizdən də nəyi soruşur? A üstə gəl B-ni soruşur. A-nın qiyməti 13, B-nin qiyməti 45-dir. O da olacaq 58. Belə. Yəni, çətin məsələ deyil. Ya, özü hardasa mətn altı hamısını deyir. Sadəcə olaraq uşaq var ki, onda ilişir. Yəni, elə şey ola bilər. Sonra burada 30, bir neçə dənə məsələ var. Nədir o? Məsəl üçün, 69 nömrəli məsələ görüm. 68, 53, 52. Hamısı üçbucağa aiddir. Burada artıq nəyi bilməliyik biz? Üçbucaq bərabərsizliyin bilməliyik. Üçbucaq bərabərsizliyin bilməyən uşaq bu məsələni həll eləməyəcək. Görürsünüzmü? Ehtimaldır, ehtimala aiddir tapşırıq. Amma ki, üçbucaq bərabərsizliyi özünü soxuşdurur bura. 69-u izah edirəm. Deyir, iki tərəfi 5 və 12 olan, üçüncü tərəfi tam ədəd olan üçbucaqlar içərisində təsadüfən seçilmiş birinin düzbucaqlı üçbucaq olması hadisəsinin ehtimalını tapın.
Deməli, elə çıxır ki, bunun üçüncü tərəfi məlum deyil. Üçüncü tərəfini x deyək. Həmin o x üçbucaq bərabərsizliyinə görə nəyə bərabərdir? Deyirdik ki, üçbucaq bərabərsizliyinə görə üçüncü tərəf digər iki tərəfin cəmi ilə onların fərqinin modulu arasında yerləşir. Deməli, x nəyin arasındadır? 17 ilə 7-nin arasındadır da. 17 ilə 7-nin arasında hansı tam ədədlər var? 8, 9, 10, 11, 12, 13, 14, 15, 16. Bu tam ədədlər yerləşir nəyin arasında? 7-nin 17-nin arasında. Deməli, mən ehtimal axtarıramsa, mənə bütün bu ədədlərin sayı lazımdır da. Nə üçün lazımdır? Məxrəcimi yazmaq üçün. Çünki biz nə demişdik? Demişdik ki, ehtimal axtaranda məxrəcdə nə yazılır? Bütün mümkün hallar. Bütün mümkün hallar bunlardır da. Yəni, bu ədədlər hamısı mümkün variantlardır. Çünki üçbucaq bərabərsizliyin şərtini ödəyir. Deməli, neçə dənə ədəd oldu? 8, 9, 10, 11, 12, 13, 14, 15, mənə baxayım. 2, 4, 6, 8, 9 dənə. Deməli, məxrəcim nə olacaq? 9 olacaq. Bəs düzbucaqlı üçbucaq deyir axı bizə. Nə zaman düzbucaqlı üçbucaq alınır? Pifaqor teoreminə görə 5, tərəfləri 5, 12 və 13 olan, bax, bunlardır Pifaqor üçlüyü. Görürsünüz, Pifaqor teoremi də lazımdır bizə. Pifaqor üçlüyü. Bunu necə tapırıq? 5-in kvadratı üstə gəl 12-nin kvadratından kökü alırıq. Oradan 13 alınır. Deməli, bircə halda düzbucaqlı üçbucaq alınır da. Yəni, digər tərəfim 8, 9, 10, 11, 12, 14, 15, 16 olanda yox, yalnız 13 olanda. O da bir haldır. Ona görə 9-da 1 olacaq D variantı. Sonra, baxın, burada nə var idi? Dedim, bayaqları elə bil elədimi? Dedim ki, baxacam ona. Burada 2 dənə hadisə var. Gözümə sataşdı. 4 metal pul, yox. 2 dənə hal görmüşdüm. 2 dənə hadisə görmüşdüm mən burada. Bəlkə o biri bərəkdə görmüşəm oradakı eləyirəm ki, 2 dənə hadisə görmüşdüm. Həm bu bir, həm metal pul atılırdı, həm də ikisini tutan. Yox. Onda mən səhv görmüşəm. Başqa bir suala baxaq. Burada məsəl üçün 77-də gətirib çoxluğu daxil eləyiblər. Burada bir neçə dənə çoxluğa aid suallar var. Onu da yaddaşınızı təzələyək. Çünki çoxluqları ilin əvvəlində keçmişim. Nə deyir? Deyir ki, A çoxluğunun elementlərinin sayı 17-dir. A çoxluğunun elementlərinin sayı 17-dirsə, bunu belə yazırıq. NA bərabərdir 17. B çoxluğunun elementlərinin sayı isə 23-dür. Deməli, MB 23 yazacaq. Onların ortaq elementlərin sayı 8-dir. Ortaq elementi nə deməkdir? Kəsişməsi deməkdir. Olacaq NA kəsişmə B 8. Bu çoxluqların birləşməsindən təsadüfən götürülən bir elementin ortaq element olması hadisəsinin ehtimalı tapın. Gəlin bunu Venn diaqramı ilə göstərək. Deməli, bu A çoxluğu, bu da B çoxluğu. Zaryadkamı ölür ki. Zaryadkaya qoyarıq. Qorxusu yoxdur onda. Deməli, bu A çoxluqdur, bu B çoxluqdur. Kəsişməsi budur. Deməli, 8 elementdir. A çoxluğunda neçə element var? 17 element var. 17-dən 8-in çıxıram, qalır 9. Deməli, bu hissə 9 elementdən ibarət olacaq. Bura nədir bizdə? Bura A-nın B-dən fərqi.
Bəs bura nədir? Burada B-nin A-dan fərqidir. Yenə buradakını tapmaqdan ötürü 23-dən çıxacaq 8-i, qalacaq neçə dənə? 15. Burada cəmi neçə element olacaq? Bizdə N, A, birləşmə B bizə verəcək 9 üstəgəl 8 üstəgəl 15. O da verəcək 32. Deməli, burada cəmi 32 dənə element var. Bizə də deyir ki, bu çoxluqların birləşməsindən təsadüfən götürmüş. Birləşmədən götürülübsə, biz məxrəci 32 yazacaq. Ehtimalı soruşur axı bizdən. Yenə mümkün halımız 32-dir. Mümkün elementlər 32 dənə elementdir də cəmi-cümü. Məxrəcimiz 32-dir. Bizə də nə deyir? Buradan götürülmüş təsadüfən bir elementin ortaq element olması hadisəsinin ehtimalı tapın. Ortaq element burada 8 dənədir. Hər iki çoxluğa aid olan 8 dənə element var. Deməli, sürətdə nə olacaq? 8. Bunu da ixtisar aparacaq, olacaq 4də 1. Bəlkə də cavablarda onluq kəsir kimi verilər. O da ola bilər. Ona görə onluq kəsirə də çevirib yaza bilərik. Nəhayət ki, o 2 dənə şeylə tapdım mən. 79 nömrəli tapşırıqdır. Həm zər atılır, həm də dəmir pul atılır. Görək nə deyir orada. Deyir ki, 2 zər atılır. Bir də 2 dəmir pul atılır. Dəmir pul. Yəni, hərəsindən 2 dənə atılır. Eyni zamanda. Zərlərin hər ikisində tək ədədin. Dəmir pulların hər ikisində rəqəm üzünün düşməsi hadisəsinin ehtimalını tapın. Deməli, əgərləri bizə 2 dənə zər atılırsa, hər ikisində tək ədədin düşmə ehtimalını tapmaq lazımdır. 2 zər atılanda məxrəcim 36 olacaq, o heç. Onun söhbəti ola bilməz. Başqa cür, yəni mümkün deyil. Bəs hər iki üzündə tək ədədin düşmə ehtimalı. Hər iki üzündə tək ədədin düşmə ehtimalı budur. Ya 1-1 düşəcək hər ikisində, ya 1-3 düşəcək, ya da 1-5 düşəcək. Və yaxud da ki, 3-1-də düşə bilər, 3-3-də düşə bilər, 3-5-də düşə bilər. Sonra 5-1-də düşə bilər, 5-3-də düşə bilər, 5-5-də düşə bilər. Bunlar hər biri tək ədəddir də. Deməli, neçə variant oldu? 9 dənə variant oldu. Deməli, sürətim 9 olacaq, bunları ixtisar aparacam, olacaq 4də 1. Bu, zərlə bağlı hissəmizdir. Bəs dəmir pulla? Dəmir pulla 2 dəmir pul varsa, deməli, məxrəcimiz nə dedik? 4 olacaq. 2 pul atılırsa, 2 dənə qəpik atılırsa, burada dəmir pul deyir. Yəni, biz qəpik deyirik də. 2 qəpik atılırsa, burada ehtimal 4, yəni mümkün olan hallar 4 dənədir. Bu 4 dənə halı məxrəcdə yazırıq. Bizə nə deyir o dəmir pullarla? Dəmir pulların isə hər ikisində rəqəm üzünün düşmə ehtimalı. Nətər demişdik orada? Demişdik ki, ya rəqəm düşəcək, ya xəritə düşəcək, ya rəqəm xəritə, ya da xəritə rəqəm. Hər ikisinin üzündə rəqəm düşməsi ehtimalı bir dənədir. Deməli, sürətdə 1 olacaq. İndi bunlar eyni zamanda baş verir deyənə, eyni zamanda baş verən hadisələrə nə demişdik biz? Neynəyəcək? Vuracaq da. Deməli, 4də 1-i vuracaq 4də 1-ə. O da olacaq neçə? 16-da 1. Yenə A variantı. Gəlir mən o şeyimə, gəlir çıxır. 9 çıxın uşaqlarına keçən dəfə dedim ki, oxumayanlara da, abala, heç olmasa hamısını A qeyd edin. Cəhənnəmə ki. Çünki fikir verirsinizsə, suallar əksəriyyəti A variantı və yaxud D variantı. A, D, C daha çox düşür. Niyə görəsə? Mənim bir nağda 50 şübhəli yığma olar 3 fərqlə. Hə. Yəni, mümkün, heç olmasa da, yəni bu, məsəl üçün, Bilhandır, Sabirdir, oxumurlar da. Yəni, heç olmasa onlar üçün, yəni, dedim onu. Sözsüz ki, hazırlığa gedən uşaq üçün bu şey deyil, mümkün variant deyil. Belə. Sonra baxın bir dənə göz ucu, burada bir dənə qəşəng, elə bil, sualları çox uzun, sözlər çox uzundur. Amma ürəyim partlayır o sözü oxuyub qutarana qədər, amma oxuyacam, 59 nömrəli tapşırıqdır. Deyir ki, mahnı müsahibəsində 100 nəfər iştirak edir.
ardıcıl olaraq 1-dən 100-ə qədər nömrələnir. Deməli, hər elə bil ki, 100 dənə iştirakçıdır. Bu birincidir, bu ikincidir, bu üçüncüdür. Bu şəkildə nömrələnir. 100 nəfər. 1-dən 100-ə qədər olacaq da. Çıxış etmə növbələri püşkətmə yolu ilə təsadüfi qaydada müəyyən edilir. Yəni, bu çıxış etmə nömrələr deyil. Sadəcə birinci bir nömrəli iştirakçı, 2 nömrəli iştirakçı bu şəkildə. Adın deməmək üçün yəqin ki, nömrə deyilir də. Müsahibədə çıxış edən Çinarənin növbəsinin 9-a tam bölünən tək ədəd olması hadisəsinin ehtimalını tapın. Yəni, bir Çinarə adında qızdır, onun yəni 9-a bölünən tam ədəd kimi nömrələnməsi ehtimalını tapmaq lazımdır. Burada məxrəc 100% 100 olacaq. Elədir, məxrəc 100-dür. Amma 9-a bölünən tam ədədlərin özü tək ədədlər. Tam bölünən tək ədədlər lazımdır. Burdan 9-a bölünən tək ədədləri seçmək lazımdır. Hansı ədədlərdir? 9, 27, 45, 63, 72 yox, 81, 99. Elədir. Cüt ədədləri ötürdüm ha. Burada 18 var, 36 var idi, 54 var idi, 72 var idi, 90 var idi. Mən onları ötürdüm. Çünki bizə deyir ki, 9-a tam bölünən tək ədəd. Neçədən ədəd oldu? 2, 4, 6. Deməli olacaq nə? 100-6. O da 0-dan 100-6 deməkdir. Belə uzun da olsa sözləri əslində çox asan bir tapşırıqdır. Yəni, diqqətlə yanaşsaq, heç də çətin sual deyil. Sonra burada bir dənə də uzun sual var. Bir neçə suala baxacağam. Deməli, 66-dır, 67-dir, eyni tipdədir. 66-nı izah eləyin, fərqi yoxdur əslində. Deyir, bütün rəqəmlərin natural ədədlər ayrı-ayrı vərəqlərə yazılır. Bütün 2 rəqəmli natural ədədləri. 2 rəqəmli natural ədədlər 10-dan başlayır, 99-da bitir. Burada neçə dənə ədəd var? 90 dənə. 90 dənə ədəd var. Necə tapırıq onu? Nətər demişdik? Əslində natural ədədlər keçəndə biz bunu demişik. 10 ən kiçik ədəddir, 99 ən böyük ədəddir. Hər ikisi daxildir. Böyükdən kiçigi çıxırıq, üzərinə 1 gəlirik. Çünki hər ikisi daxildir. Bu da olacaq bizdə 90. Sayı o şəkildə tapılır. Yəni, o biraz xatırlatmaq da hardasa. Torbadan təsadüfi seçilən bir vərəqin üzərindəki ədədin 5-ə tam bölünən ədəd olması hadisəsinin ehtimalı tapın. Görürsünüzmü? Əslində çox asan bir şeydir. Deməli, bu 90 dənə ədədsə məxrəcdə 9 olacaq, 90 olacaq. Amma bu arada 5-ə tam bölünən ədədləri seçmək lazımdır. Hansı ədədlərdir? 10-dur, 15-dir, 20-dir, 25-dir, 30-dur, 35-dir, 40-dır, 45-dir, 50-dir, 55-dir, 60-dır, 65-dir, 70-dir, 75-dir, 80-dir, 85-dir, 90-dır, 95-dir. Neçə ədəd oldu? 4, 4, 4, 12, bu da 6, 18. Bunu da ixtisar aparanda eləyir neçə? 5-də 1 və yaxud da ki 0,2. C variantı. Yəni, çox yeni suallardır. Çox bənzəyir bir-birinə, çox. Elə adam ona görə qorxur ki, çaşa sussun. Yəni, arxayınçilik yaranır axı uşaqda ona görə. Sonra, burada olmayan 20 qələmini, burada 2 dənə də məsələ ən azından burada izah eləyəcəm sizə. Bir 39 nömrəli məsələdir. 20 qələmin olduğu qələmqabıdan təsadüfən seçilən bir qələmin mavi rəngdə olması hadisəsinin ehtimalı 0-dan %15-dir. Deməli, 20 dənə qələmin var. Onun içində neçə dənə mavi olduğunu bilmirəm. X-dır da. Həmin bu ehtimalda 0-dan %15-ə bərabərdir. Mən buradan X-i tapa bilirəm də. Elədir. X bərabər olacaq
0,15 vurulsun 20. O da olur 3. Elədir? 3. İndi bizə nə deyir? Qələmqabında mavi rəngdə olmayan qələmlərin sayını tap. Əgər 3-ü mavidirsə, cəmi 20 qələm varsa, 20-dən 3-ü çıxaram, onlar 17 də. 17 mavi olmayandır da. Belə sual, yəni çaşdıra bilərsiniz. Sonra 51-ci sualı 100% izah eləməliyim. Burada nə bilim atəş açma zad var, belə bir şey var. Yəni yeni bir şeydir. Atıcının hədəfi vurması hadisəsinin ehtimalı 0,3-dür. Atıcı hədəfə ardıcıl olaraq 2 atəş açır. Onun birinci atışda hədəfi vurmaması, ikinci atəşdə vurması hadisəsinin ehtimalını tapın. Biz nətər demişdik? Demişdik ki, eyni hadisənin baş verməsi və baş verməməsi ehtimalı nə qədərdir? 1-dir. Yəni cəmi 1-dir. Bizə deyir ki, elə birincidə, deyir ki, atıcının hədəfi vurması hadisəsinin ehtimalı 0,3-dür. Deməli, 1-dən mən 0,3 çıxaram, onlar 0,7-dir. Bu, vurmaması ehtimalıdır. Elədir? Vurmaması. 2 atəş açır. Atıcı hədəfə ardıcıl olaraq 2 atəş açır. 2 dənə atəş açır. Onun birinci hədəfi vurmaması 0,7 olacaq. İkinci atəşdə vurması 0,3 olacaq. Yəni özü demişdi. Vurması hadisəsinin ehtimalını tapın. Bunları vuracaq olacaq 0,21. Yəni bu biraz yeni sualdır amma. Biraz digərlərindən fərqləndi. Yəni nəyə diqqət eləmək lazımdır burada? Özü hardasa məsələnin həllini deyir. Sadəcə olaraq bir də görsən ki, uşaq durur qalır. Deməli, ümumi hadisənin baş verməsi ehtimalı 1-dir deyənə, onun hədəfin vurması ehtimalın verilib, onu çıxıram, vurmaması ehtimalını tapıram. Vurmaması ehtimalı ilə vurması ehtimalı eyni zamanda baş verir deyənə, bizə eyni zamanda deyir də, deyir ki, birinci atəşdə vurmayacaq, ikinci atəşdə vuracaq. Yəni bu ikisi də eyni zamanda baş verir, ona görə vururam mən bunu. Alınır 0,21. Baxaq sonra xallar cəmi 3-ə bölməsi, sonra 40-dan 45-ə qədər 33 kimi tapşırığa baxmışıq. Bir dənə baxım görüm. Yox deyəsən, belə bir tapşırığa baxmamışıq. Bir-iki dənə bu vərəqdəndir. Bayaqdan elə bir ki 92-93-cü səhifələrə baxıram. Biraz bu 90-91-ə də baxaq. Baxmışıq düzdür oradan əvvəlinə. Burada bir dənə məsələ var. Görürəm, məsəl üçün, mənə çox maraqlı gəlir. Suallar uzundur deyənə, həm zəhləm gedir, həm də ki, maraqlı gəlir. Deyir, 33 nömrəli tapşırıqda 1-dən 25-ə qədər 1 və 25 daxil. Onu qeyd eləyir. Orada bax, diqqətli olmaq lazımdır. Daxil natural ədədlər içərisində, deməli 1-dən 25-ə qədər bu natural ədədlər içərisindən təsadüfən ardıcıl olaraq 2 müxtəlif ədəd seçilir. Seçilən birinci ədədin 5-ə bölünən tək ədəd olması, deməli birinci ədəd 5-ə bölünən tək ədəd olmalıdır. İkinci ədəd isə 3-ə bölünən cüt ədəd olmalıdır. Cüt ədəd olması hadisəsinin ehtimalını tapın. Burada da vurma olacaq, elədir. Çünki hər ikisi eyni zamanda baş verən hadisədir. Yəni, birinci ədədi seçir 5-ə bölünən, ikinci ədədi seçir 3-ə bölünən. Demir ki, ya bunu seç, ya bunu seç. Ona görə ayrı-ayrıqda bunların ehtimallarını tapıb vuracaq bir-birinə. Deməli, 5-ə bölünən tək ədəd. 5 özü, 15, bir də 25. Çünki tək ədədləri vurğulayır. Bəs 3-ə bölünən cüt ədəd 6, 12, 18, 24. Söh. İndi bu olacaq bizdə 25-də 3,
Çünki 25 ədəddən 3-ü seçilir. Bu olacaq bizdə 25-də 7. Bunları neyniyəcəyik biz? Vuracaq da bir-birinə. Niyə o qədər belə mənim böyük gəlir ağlıma bunun cavabı? Bəlkə nəyisə yemişəm, 3-ə bölünən cüt ədəd olması. Səhv eləməmişəm heç yerdə. Bax, burada 3, 6, 9, 12, 15, 18, 21, 24. Yox da, təkləri ötürmüşəm də sadəcə olaraq. Və ya sözü işlətmir ki, dəqiq baxım bir dənə. Yəni, nəsə mənə ədəd böyük gələcək də bu. Ona görə deyirəm, cavab böyük olmamalıdır mənə elə gəlir. Natural ədədlər içərisində təsadüfən ardıcıl olaraq 2 müxtəlif ardıcıl olaraq bu yəni bir açar ola bilərmi? 1-dən 25-ə qədər natural ədədlər içərisindən təsadüfən ardıcıl olaraq 2 müxtəlif ədəd seçilir. Seçilən birinci ədədin 5-ə bölünən tək, ikinci ədədin isə 3-ə bölünən cüt ədəd. Yoxlayaq görək. 25-də 3 vurulsun 25-də 7. Bu olacaq əslində 625-də 21-i. Çox böyük ədəd alınır. Deməli, burada və ya sözü işlətmir. Mənə çaşdıran odur. Neçə eləyir bunu böləndə? Mən burada baxa bilərəm. Hə, alınır. Elə bilirdim ki 625. Yox, çox kiçik ədəd alınır burada. Deməli, düz gəlmir. Bəs toplanmada nə olacaq? 25-də 3 üstə gəl 25-də 7. O da olacaq 25-də 10. Bunu da ixtisar aparıq 5-ə olacaq 5-də 2. O da eləyir 0,4. Yox. Nətər? Amma bir şey deyim sizə. Burada bir məsələ var idi. Arxadan işdi birdən. Arxadan köçürtmək qərarına gəlsiniz. Arxada səhv cavablar var. Özüm yəni görmüşəm onu. Bəzilərinə baxmışam. Var. Burada ümumiyyətlə variantda amma ilə cavab yoxdur. Dərd orasındadır. Mən nə boyda diqqətsizlik eləmişəm, siz də səs özü çıxartmırsınız. 25-də 3-ünü seçmişəmsə mən, 25-dən 3-ünü seçmişəmsə, məndə 22 dənə ədəd qalır axı orada. Məsələ burasındadır ki, diqqətsizlik eləmişəm, mən də sizdən. Baxın, 25 dənə ədədim var. 5-ə bölünən tək ədədləri seçirəm. 5-ə bölünən tək ədədlər hansılardır? 5-dir, 15-dir, 25-dir. Məndə 25 dənə ədəddən, yəni birinci hadisəm 25-də 3-dür. İkinci hadisəm artıq olacaq 22-də. 22-də 4 olacaq. Burada mənə elə gəlir ki, cavab daha doğru alınır. 25 ədəddən mən 3-ünü götürəndə məndə 22-si qalır axı. Bunları ixtisar aparaq 2-yə. Burada 2 qalacaq, burada 11. Olacaq burada 11-i 20, burada 6 qalır. Bunu 25-i, onsuz da tam ədəd alınmır, niyə görəsə. Yəni belə qəribə ədəd alınır. 25-i 11-ə vuranda neçə eləyir? 2, 5, 2, 5 olacaq 275-də. Yoxlayım görüm bir dənə. Yoxlayım görüm ki, burada düz alınırmı? Təqribi cavab alınsa da bəsdir. 275 dedi. 0,2. Təqribi alınacaq 0,2. Bu düz gəlir.
Görürsünüzmü? Diqqətsizlik. Bax, burada neynədim? Ən böyük diqqətsizlik elədim. Bayaqdan deyirəm ki, sizə, yaddan çıxartmayaq ki, nəyisə götürəndə o artıq qaytarmıram axı, hə? Amma həmin diqqətsizliyi mən özüm elədim. Deməli, bax, yenə təkrarlanıram, harda səhv eləmişəmsə onu deyirəm. Baxın, 25 dənə ədədim varsa, 3-ünü burayı üçün seçmişəm. Yerdə məndə 22 ədəd qalır. Həmin o 22 ədəddən 4 dənəsini götürürəm deyənə, məndə burada məxrəc 22 qalır. Orada diqqətli olmaq lazımdır. Belə, sonra 1-2 dənə də məsələ eləmək istəyirəm. Sıfırdan %2 variantı qeyd elədim. Sonra nə var burada? Burada nə var? Nisbət kimi verilib 35-36. Ona baxaq. Deyir ki, sinifdəki şagirdlərdən oğlanların sayının qızların sayına nisbəti 3-ün 4-ə nisbətidir. Deməli, oğlanların sayının qızların sayına nisbəti 3-4-dür. Sinifdə 2 oğlan və 4 qız. Nə oldu, ay Polad? Nə ağlayırsan? Bezdun uji. Az qalıb. 1-2 məsələdə izah edeyim, söz sağollaşıram. Deməli, 2 oğlan və 4 qız. Ana orada. Gəldikdən sonra sinifdən bir şagird sinif nümayəndəsi seçilir. Həmin şagirdin qız olması hadisəsinin ehtimalı 17-də 10-dur. Deməli, baxın vəziyyətə. Sinifdəki şagirdlərin sayını bilmirəm. Ümumilikdə 3-4 nisbətində uşaqdır. Məsəl üçün, oğlanların sayı buna deyərəm 3K, qızların sayına deyərəm 4K kimi. Sonra əlavə 2 dənə oğlan gəlir və 4 dənə qız gəlir. Cəmi sinifdə 7K üstəgəl 6 nəfər şagird olur. Bizə də deyir ki, həmin bu şagirdlər elə bir ki, yeni uşaqlar gələndən sonra sinifə 2 oğlan və 4 qız gəldikdən sonra sinifdən bir şagird, sinif nümayəndəsi seçilir. Deməli, 7K üstəgəl 6 şagirddən qız seçilmə ehtimalı, yəni 4K üstəgəl 4 qızların sayıdır da, 17-də 10-dur. Əvvəlcə sinifdə neçə şagird var? Deməli, biz bunu tənasüb kimi həll edib, qızların sayını tapmalıyıq da. Əvvəlki qızların sayını tapmalıyıq. Çarpaz vuracaq, olacaq bizdə 68K üstəgəl 68 bərabərdir 70K üstəgəl 60. 70K-dan 68K çıxıram, eləyir 2K. 68-dən də 60 çıxıram, qalır 8. K da alınır bizdə 4. K 4-dürsə, əvvəlki qızlarımızın sayı 4K idi da. Ona görə 4K olacaq bizə 4 vur 4 alınacaq 16. Yox. Amma bizə deyir ki, neçə şagird var idi, neçə qız var idi, yox. Oğlanların da sayı 3K-dır, olacaq 3 vurulsun 4, bərabərdir 12. Bunların da cəmi olur 28. Deməli, əvvəlcədən 28 şagird var imiş da sinifdə. Bu çox qəşəng məsələdir. Buna heç mən baxmamışam. Sual yaranmayıb, elə çıxır ki, uşaqlarda. Sual verməyiblər ki, mən də baxmamışam. Burada bir dənə də suala baxırıq, vəsyo. 25 nömrəli sualdır. Özümə maraqlı gəldi. Burada həm 3-ə, həm 5-ə, həm 6-ya belə sözlər var deyənə ona görə. Deyir ki, ilk 120 natural ədəd arasında, yəni 1-dən 120-yə qədər, 120 dənə eləyir də elə. Təsadüfən seçilən bir ədədin həm 3-ə, həm 5-ə, həm də 6-ya bölünən ədəd olması hadisəsinin ehtimalını tapın. Deməli, burada 100% ki, məxrəcim 120-dir, başqa söhbət ola bilməz. Çünki 120 ədəddən gedir söhbət. 120 ilk natural ədəddən gedir söhbət. Amma bizə nə deyir? Deyir ki,
ədəd həm 3-ə bölünməlidir, həm 5-ə bölünməlidir, həm 6-ya. Əslində qanun-qayda ilə həm 3-ə, həm 5-ə, həm də 6-ya bölünən ədədi tapmaq üçün biz əkop tapmırıq ki, əkop tapmalıyıq da. 3, 5, 6 əkop tapacaq, o da bizə verəcək neçə? 30. 30 bölünürsə 3-ə, 5-ə, 6-ya digər ədədlərdə var da. Məsəl üçün 60 var, 90 var, 120 özü var. Yəni 100% ki, 3-ə, 5-ə, 6-ya bölünürlər. Neçə dənə ədəd oldu? 4 dənə ədəd oldu da. 4 dənə ədəd oldusa sürətdə 4 yazacağam. Bunlar da ixtisar gedəcək. Alınacaq 30-da 1. Çox qəşəng məsələdir. Əkop da istifadə elədik də, yəni ara yerdə. Baxırsan ki, ehtimal nəzəriyyəsidir, amma nədən istifadə eləyirik? Əkopdan da istifadə eləyirik. Sonra burada nə var? Ümid eləyirəm ki, anlayırsınız məni. Çox ümid eləyirəm. Yaxşı, burada bir kinoteatr məsələsi var. Onu da izah eləyim. Həm vərəyim də olsun, həm Poladın göz yaşları qurusun. Deyir ki, belə bir məsələdir, baxın. Şəkil də çəkilib belə. Deyir ki, kinoteatrda yerlərin yerləşmə sxeminə əsasən növbəti alıcının təsadüfən Rəhman da ağlayır. Payatonun, ay yaxşırın, hə, yaxşırın. Kinoteatrda yerlərin yerləşmə sxeminə əsasən növbəti alıcının təsadüfən seçdiyi yerin B və ya C sırasında olması hadisəsinin ehtimalını tapın. Baxın, görün burada elə bir ki, alınmış biletlər var ha. Baxın, boz rəngdə alınmış biletlərdir, boz rəngdə. Deməli, bu əslində istifadə eləməyəcəyik də, bunlar getdi. Yerdə qalan ağ biletlər neçə dənədir? 1, 2, B və C-yi, yox, bizə deyir ki, B və ya C. Deməli, bax, birinci sıra A-lardır, ikinci sıra B-lərdir, üçüncü C-lərdir, dördüncü D-lərdir. Bizə B və C sırası deyir deyənə. Biz nə A-ya, nə də D-yə baxmırıq, ha. Biz nəyə baxırıq? B-yə və C-yə. B-də B1, B2, B5, B7, B10 alınıb. C-də C3, C5, C7, C8 alınıb. Deməli, alınmamışlar hansılardır? B3, B4, B6, B8, B9. 5 dənə B-dəndir. 5 dənə B-dir. Sonra C-dən neçə dənədir? C1, C2, C4, C6, C9, C10. 1, 2, 3, 4, 5, 6. 6 dənə də C-dəndir. Elə çıxır ki, 11 dənə alına bilər də, yəni. Amma yox, 11 dənə sürətdə olacaq. Amma məxrəcdə bütün bunlar olacaq da, B-lər hamısı və C-lər hamısı. 10 dənə B-dədir, 10 dənə də C-dədir, 20 olacaq da. Məxrəcdə 20. Baxın, burada 10 dənə B-dir və 10 dənə C-dir. Deməli, cəmi 20 dənə yer var. Ağlarımızda ki, B sırasında 5 dənədir, C sırasında 6 dənədir, cəmi 11 dənə. Ona görə 20-də 11 olacaq ehtimalı. Bu asan deyilmiş ki, hətta çox asan deyilmiş, belə, yəni qısaymış. Yaxşı, onda vaxtı tamamlamaq üçün 55-i də yazacaq. Deməli, 2 zər atıldıqda, yaxşı, Rəhmanda bir dənə. 2 zər atıldıqda üst üzə düşən xallar cəminin 3-ə tam bölünən ədəd olması hadisəsinin ehtimalı tapın. 2 zər atılır. Xallar cəminin 3-ə tam bölünməsi üçün 2 zər atılırsa məxrəcim 36-dır, başqa cür ola bilməz də. Elədir? Hə, Faxoş? Səbirli ol, qutarıq bir dəqiqəyə. Hə, xallar cəminin daha doğrusu 2 zər atıldıqda üst üzə düşən xallar cəminin 3-ə tam bölünən ədəd olması. 3-ə tam bölünən ədəd olmasından ötürü bizdə çevirin bu
cədvəli ondan istifadə edeyim. Bir də uzun-uzadı yazmayayım. Biri burada. Baxın, xallar cəminin 3-ə bölünən tam ədəd olması. Xallar cəmi 3-ə bölünməyindən ötürü ya 3 olacaq, ya da 6 olacaq da, elə deyil. Baxın, 2 üstəgəl 1 3-dür. 5 üstəgəl 1 6-dır. Yenə bu deyil, burada da 3-dür. Burada da 6-dır. Burada bu deyil, 6-dır. Sonra bu deyil, burada 6-dır. Sonra bu deyil, 9-dur. 5 üstəgəl 4. Burada 6-dır. Burada 9-dur. Burada 9-dur. Sonra hanı bu deyil, burada 9-dur. Bir də 12-dir. Altından xətt çəkdiklərim. Deməli, 3, xallar cəmi 3, 6, bir də 9, bir də 12 olanları seçdim də. Elədir. Neçədən oldu? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18. 18 dənə oldu deməli. 18 dənə. O da bərabərdir 2-də 1-ə. Yəni, nəsə səhv baxmışam mən. Üst-üzə düşən xallar cəminin 3-ə tam bölünən ədəd olması hadisəsinə ehtimalı. Deməli, burada səhv baxmışam, ha. Bir dənə diqqətlə baxaq. Çünki cavab yoxdur, ha, elə cavab. Müəllim, orada əvvəldən altından xətt çəkdikləriniz də var idi. Ona görə qarışdırmışam, hə? Elə olar. Bu deyil, 1, 6, 6, 1. Düzdür. Deməli, bax, 3, 1, 2, 1, 1, 2. Sonra 3, 3, 3, 6, 6, 3, 6, 6. Sonra hansılar var? 4, 2, 2, 4, 5, 1, 1, 5. Deməli, bu bizə 3 verir. Sonra nə var idi? 4, 5, 5, 4, hə? 4, 5, 5, 4. Qutardı sizcə? Deməli, 3 verdi. 3, 3, 6, 6. 4, 2, 2, 4. 3, 6. Mənə elə gəlir ki, bitdi. Bəli, müəllim, deyəsən qutardı. Deməli, burada olacaq bizdə neçə dənə? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. 12 dənə olur. Bayaq 18, deməli, orada aləmi qatıb qatışdırmışdıq bir-birinə. Bunu da ixtisar aparanda neçə eləyir? 3-də 1. Bu cavab var o şey. Demək, gərək üstündən xətt çəkəydim ki, qarışdırmayaydım da. Belə. Mənə elə gəlir ki, kifayət qədər məsələ izah elədim. Sizə kömək olacaq inşallah. Siz də bu bölməni işləyin. Elə dərhal qulaq astınız. Yəni, mütləq dərhal işləyin ki, şey olmasın. Yəni, sizdə problem yaranmasın. Yaxşımı? Belə. Oldu onda. İndi bunların şəklini çəkib atacağım sizə. Videoda bu deyil, ekran yazmışam. Onu da atacağım sizə. Oldu. Sağ olun uşaqlar. Gecəniz xeyrə qalsın. Sağ olun, müəllim. Sağ olun, müəllim. Sağ ol. Sağ ol.